Bugünkü mövzumuz dağlardır. Dağlar nədir? Dağ nədir? Ümumiyyətlə dağlar zirvəsi, ətəyi və yamacı olan, hündürlüyü 200 metrdən yuxarıda olan müsbət relyef forması dağ adlanır. Görürsünüz bu ən hündür hissəsi zirvə, ən aşağı hissə ətək və onlar arasında qalan hissə isə yamac adlanır. Deməli, şuş üzlü ümumiyyətlə zirvələr pik adlanır. Dağın yalı məsələn Sıra dağlarında ən hündür hissədir, ən hündür formadır. Aşırım isə iki yal arasında olan ən aşağı hissə adlanır. Sonra dağlar ümumiyyətlə hündürlüyünə görə 3 yerə bölünür. Hansılar da olar? Birincisi gəlin baxaq. Birincisi alçaq dağlardır. 1000 metrə qədər olan dağlardır. Hündürlüyü 1000 metrə qədərdir. İndi bu dağ anlayışı bəzi ölkələrdə fərqlidir. Məsələn, Azərbaycanda 200 metrdir. Məsələn, Böyük Britaniyada 500 metrdir. ABŞ-da 300 metrdir. Bax belə dəyişir də, ölkələr üzrə bunlar dəyişir. Azərbaycanda 200 metrdən yuxarı olan dağdır. 200 metrə qədər təpə adlanır. Alçaq dağlar 1000 metrə qədərdir. Bu 1000 metrə qədər olan dağlar əslində alçaq dağlardır. Hündürlüyü 1000 metrdən 2000 metrə qədər olan orta 1000 metrdən 2000 metrə qədər olan orta oldu. 2000 metrdən yuxarı olan hissələri isə yüksək dağlar adlanır, hündür dağlar adlanır. Deməli, məsələn, alçaq dağlara biz məsələn Giləcik dağını deyə bilərik. Sonra belə deyək də Torağay vulkanı deyə bilərik. 400 metrə qədər olan vulkanik dağdır. Sonra orta hündürlüyə malik olan Ural Narodnaya 1895 metr, 200 metrdən də yuxarı nə qədər dağ desən saymaq olar. Qafqaz, sonra nə bilim Himalay, Pamir, Zagros və s. Dağlar mənşəyinə görə iki yerə bölünür. Tektonik, bir vulkanik. Bir vulkan prosesi nəticəsində yaranan, bir də ki, tektonik proseslər nəticəsində yaranan dağlardır. Tektonik dağlar özləri də iki yerə bölünür, üç yerə bölünür. Ümumiyyətlə qırışıq faili, bir də faili dağlardır. Qırışıq dağlar nədir? Qırışıq dağlar cavan dağlardır. Şiş uclu, hündürlüyü çox olan, meyilli və Alp qırışıqlığında yaranan dağlardır bu qırışıq dağlar. Qırışıq faili dağlar necə dağlardır? Qırışıq faili dağlar əsasən qədim dağ olub, sadəcə müasir dağ əmələ gəlmədə 4-cü dövr belə deyək də Alp qırışıqlığında yenidən fəallaşan dağlar adlanır. Bunlara məsələn Tian Şan, Altay Sayan dağlarında biz qeyd edə bilərik. Faili dağlar isə qədim dağlardır. Fikir verirsiniz, hamarlaşmış zirvələr belə deyək, hamarlaşmış formadadır və bunlar da tektonik mənşəlidir. Vulkanik dağlar isə adından da göründüyü kimi vulkan maqmatik proseslər nəticəsində konusya bənzər formada yaranan və sıra belə deyək də silsilə təşkil etməyən belə deyək dağlardır. Bu vulkanik dağlar. Və yaxşı materiklər üzrə ən hündür dağlar hansılardır? Məsələn, Avrasiya üzrə ən hündür dağlar dağ Zomolonqoda Everest 8848-dir. Sagarmata dağıdır. Deməli, sonra Cənubi Amerikada 6960 Aconcagua dağıdır. Şimali Amerikada Denali dağıdır, Makkilin 6190. Sonra Afrikada Kilimanjaro 5895. Sonra Antarktidada Vinson masivi 5140. Avstraliyada Kosciuszko 2228 metrdir. Sonra gəlin indi burada bəzi dağlara baxaq. Məsələn, belə deyək də Avropanın dağları baxaq. Deməli, Skandinaviya dağları var, 2459 metr. Ural dağları var, Piriney dağları fikir verin, Əndəlüs dağı, Atlas dağları. Sonra Atlas dağları deməli Alp Himalay qurşağının Afrikada yerləşən hissəsidir. Alp dağı, Apenen dağı, Dinar, Balkan, Sudet, Karpat dağları, sonra Pond, Tavr, Böyük Qafqaz dağları bax bu ərazidə yerləşir. Asiyanın dağlarına fikir verək. Pond, Tavr, Qafqaz, Elbrus, Hindquşu, Zagros, Kopet dağ, Tian Şan, Altay, Sayan. Bu üç dağ dedik ki, yenidən fəallaşmış, yəni qırışıq faili dağlardır. Ural dağları, sonra Verxyanski, Çerski, Sixoti Alin, Böyük Xinqan, Kiçik Xinqan dağları, Kunlun, Tibet, Himalay dağları da ümumiyyətlə Asiya regionuna aid olan dağlardır. Afrikada Atlas dağları var və şahid dağlara müşahidə olunduğu Hakkari, Tibetsi, Darfur yaylaları var. Efiopiya yaylası da hündürlüyü 4000-dən yuxarıdır. Kilimanjaro dağı burada vulkanik dağdır.
Burada Cameron vulkanı yerləşir. Qədim dağlardan Əjdaha Kap dağları da burada yerləşir. Sonra Şimali Amerikanın dağı, Ant dağları yerləşir. Ant dağları özü də onun şimalında Brooks dağları, şərqində Qayalı dağlar, qərbində Kaskad dağları, Meksika arasında şərqi Sierra Madre, qərbi Sierra Madre dağları, yeganə qədim dağ olan Appalaç dağı da deməli Qayalı dağlarla birlikdə Paleozoy erasına aid olan dağdır. Qayalı dağlar Mezozoy, Appalaç isə Paleozoya aid olan dağdır. Cənubi Amerikanın dağlarından Ant dağlarını deyə bilərik. Burada çoxlu vulkanlar, belə deyək, yerləşir. Avstraliyanın dağlarına fikir versək, böyük suarıcı dağdır. Elə də böyük bir hündürlüyə malik olan dağları yoxdur. Bununla da qərbində Hammersli dağları, mərkəzində isə McDonald dağları var. Hammersli hardasa orta hündürlükdə də olan dağlardır. 1200-dür, 1500-də McDonald dağlarıdır. Şərqində isə deməli 2000-dən hündür olan 2228 Kastuşka olan böyük suarıcı dağlar yerləşir. Antarktidada dağlar var. Bu Transantarktida silsiləsi adlanır. Burada məsələn Elbrus vulkanı burada yerləşir. Ən böyük hündürlük Vinson masivi 5140 metrdə bu dağ silsiləsinin ətrafında, yəni dağ silsiləsində yerləşən belə deyək ərazidir. Yəni Vinson masivi də 5140 metrdə. Bu dağlar Transantarktida silsiləsinin, yəni Ant dağlarının davamı olan dağlar sisteminə aiddir.